Bismillahirrahmanirrahim. Ben de isterdim ki Azerbaycan halkını ve bütün Azerbaycan sevenleri, şehit analarını, gazileri ben tebrik edeyim. Bu bayram, bu galaba, bu zafer bizim için çok büyük bir zaferdir. Bir unutulmaz zaferdir. Bu bize inan verip, bu bize iman verip, vətənə iman verip ve buna rəhbərlik eləyən, elbette ki biz burada Ulu Önder Heydər Əliyev cənablarını yaddan çıxartmırıq. Allah onu rəhmət eləsin. Çünki bünövrəsini o qoydu. Bu dövlətçilik bünövrəsini qoydu. Hansı ki o dövrdə demək olar ki Azərbaycan dövlətçiliyi müəyyən qədər şübhəlidir. Qalacaqmı ya məhv olacaq, bölünəcək. Bunun üçün Heydər Əliyev cənabları Azərbaycana gəldi ya da ki xalq tərəfindən dəvət olundu və gəldi və bu Azərbaycanı birləşdirə bildi. Azərbaycançılıq məğfirətini yaşatdı. Və ordu da yox idi. Ordunu Heydər Əliyev cənabları demək olar ki bünövrədən yenidən onu təşkil etdi. Əlbəttə həyat ona imkan yaratmadı və həyatı dəyişdi. Allah onu rəhmət eləsin. Amma özündən sonra bir məktəb qoydu, siyasi məktəb qoydu. Və bu məktəbin davamçısı da İlham Əliyev cənabları oldu. Allah'a şükür ki İlham Əliyev cənabları onun dediklərini, onun elədiklərini və eləyə bilmədiklərini yerinə yetirmək üçün və yerinə yetirdi və Allah'a xalqın birliyi ilə, xalqın dəstəyi ilə, xalq dövlət birliyi ilə və rəşadatlı ordumuzun gücü ilə İlham Əliyev cənabları bu zəfəri qazandı. Torpaqlarımız azad oldu. Qarabağ Azərbaycandır dedi və dəmir yumruğu bütün dünyaya göstərə bildi. Bu bizim zəfərimizdir. Bizim zəfərimiz fəraqət Qarabağda deyil. O zəfərin səsi bugün mən getdim, hər yerə gedirəmsə, hər bir konferansda, hər bir görüşdə o zəfərin səsi gəlir. Bu bizə ilham verir. Bu bizə gələcək verir. Bu gələcəyə inan verir. Hər bir vətəndaşa böyük inan verir. Bunu qiymət vermək, mən deyərdim ki, çox çətindir. O kadar böyük bir məsələ, böyük bir hədiyyədir. Allah'ın bize verdiği böyük bir hədiyyədir. Ki bu hədiyyəni qorumaq və onu yaşatmaq və gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Əlbəttə bizim zəfərimiz bu günləri torpaqlarımızı azad elədik. Azərbaycan müstəqildir. Qarabağ torpaqları azad olundu. Bugün Xankəndi azad olundu. Şuşa en mühim, Azərbaycan için mühim olan bizim demək olar ki Əliyalın bizim cavanlarımız, yiğitlərimiz qanı bahasına, canı bahasına Şuşanı azad elədilər. Və bu azadlığı bizə Allah Teala nəsib elədi. Amma diplomatik sahada hala müharibələr davam edir. Bizi gözü götürməyənlər, qarşı duranlar, dövlətimizə qarşı, xalqımıza qarşı, indi də iftiralar yağdıranlar, xaricə gedib, hətta baltası özümüzdən olan insanların həm daxildən, həm xaricdən bu qələbəni sevməmək və qələbəyə imkan daxilində maniçilik törədən insanların olması məni çox məyus edir. Və mən bir Şeyxülislam kimi, mən çox istəyərdim ki, bizim birliyimiz bütün Azərbaycan, bütün dünyada Azərbaycan, necə ki Prezident Həzrətləri bu yaxınlarda akademiyada çıxışında dedi ki, bizim 50 milyonluq bir Azərbaycanlıq qüvvəmiz var. Azərbaycanlı 50 milyondur. Bu Azərbaycan, 50 milyon Azərbaycanın birliyi, vəhdəti, mənəvi birliyi bu dünyada çox böyük güc ola bilər. Və biz hamımızı mən istərdim ki, bu ışıq ətrafında, bu nur ətrafında birləşməyə çağırardım. Və yalan vədlərə, yalan sözlərə inanmamağa çağırardım. Bu zəfər bizimdir. Bu zəfər bizim şəhid olanlarındır, şəhid analarındır.
şəhid atalarındır. Və o şəhidlərin qanı ilə bu torpaqlar sulandı. Allah o şəhidləri rəhmət eləsin. Və Allah Teala bir daha bizə ana göz yaşlarını nəsib eləməsin inşallah. Müharibələr olmasın, biz müharibə istəmirik.